Hər vaxtınız xeyir dostlar. Dünən Azərbaycanda ictimai nəqliyyatda qiymətlər bahalaşdı. Hamımız qəzəbimizi ifadə elədik, hökuməti lənətlədik. Bu da çox doğru idi. Amma bilmirəm, özünüzə əziyyət verib lazım bildinizmi ki, baxasız, oxuyasız ki, nazirlik bu qərarı necə əsaslandırıb. Mən biraz bundan məşğul oldum. Göstərilir ki, uzun yazıblar, bizi başa salmağa, izah eləməyə çalışırlar ki, cəmaət, vallah sizi düşündüyümüzə görə bunu eləyirik. Bizdən olsa heç eləmərik, amma istəyirik ki, sizi daha gözəl avtobuslarda daşıyaq, daha rahat avtobuslarda daşıyaq, ekoloji cəhətdən təmiz avtobuslar alırıq, elektrikli avtobuslar alırıq, yeni xətlər çəkirik, yeni vagonlar alırıq metro üçün. Bu da xərclə başa gəlir bizə. Ona görə sizin köməyinizə ehtiyacımız var. Yəni, böyük bir açıqlamanın qısa məzmunu budur ki, dövlət vətəndaşlara yaxşı xidmət göstərmək üçün bu bahalaşmaya gedir. Və elektrikli nəqliyyat vasitələrinin üzərinə xüsusi diqqət ayırıblar, xüsusi vurğu vurublar. Burada bir hiləni, Azərbaycan xalqına qarşı məkirli bir niyyəti sizin üçün açıqlayayım. Bilirsiniz, dünyanın inkişaf eləmiş progressiv ölkələrində, Avropada, Amerikada, Kanadada hal-hazırda elektrikli və yaxud da populyar ifadə ilə desək, bərpa olunan enerjiyə keçidlə bağlı böyük proqramlar həyata keçirilir. Buna görə də, bax elə mənim yaşadığım bu Fransadakı şəhərdə də, bir çox şəhərlərdə də elektrikli avtomobillərə, nəqliyyata keçidlə bağlı dövlət proqramları var. Amma burada dövlət bu prosesi həyata keçirməkdən ötürü vətəndaşa yüklənmək üzərində düşünmür. Min bir hilə, fırıldaq, metod tapmır ki, buna görə bu progressiv ideyanın populyarlaşmasına görə cəmaatı necə yükləyir. Elektrikli avtomobilləri burada almaq üçün Fransadan danışıram, başqa ölkələri bilmirəm. Adamlara dövlət geri qaytarılmayan kredit verir, kömək verir. Məbləğləri yanıla bilərəm, Fransada yaşayan başqa dostlar yaza bilər və yaxud da soruşa bilərsiniz. Yanılmıramsa 7.000-8.000 təzə elektrik maşını alanda dövlət kömək eləyir. Eləcə də deyirlər, gətir köhnə maşınını qaytar, onu biz yaxşı qiymətə hesablayaq, təzə elektrik maşını al. Bu şəxsi maşınlar, bunu qoyduq qırağa. Mənim burada dərdim əsas ictimai nəqliyyatda gediş haqqılarla bağlıdır. Bəli, burada da, Avropada da, xüsusən mən Fransadan danışıram. Avropa deyəndə nəzərinizdə olsun ki, mən Fransa haqqında danışıram. Çox sayda şəhər artıq neçə illərdir ictimai nəqliyyatda gediş haqqı ilə bağlı dəyişikliklər edir. Amma bu dəyişikliklər tərsəməssəbdir bizimki ilə. O baxımdan ki, burada artıq tendensiya ümumiyyətlə ictimai nəqliyyatın pulsuz olması istiqamətində qurulur. Bax, bizim bu şəhərdə iyul ayının 1-dən uşaqlar üçün, məktəblilər üçün 16 yaşlılara qədər ictimai nəqliyyat pulsuzdur. Tramvaylar, avtobuslar. Şənbə günü bütün adamlara pulsuzdur və gələn il bələdiyyə seçkiləri olacaq. Gözlənilir ki, ümumiyyətlə ictimai nəqliyyat bütün günlərdə pulsuz olsun. Bir neçə şəhər var ki, onlar artıq bunu həyata keçirib. Neçə illərdir pulsuz eləyir. Və gələn ilki seçkiləri mən izləyirəm. Əksər bələdiyyələr vəd eləyib ki, burada bələdiyyələrin nəzdindədir. İlham Əliyev və yaxud onun ailəsi kimi bir ailə yoxdur ki, bütün nəqliyyatı cənginə alsın, onu idarə eləsin. Bələdiyyələr özləri qərar verir. Və seçki vədlərinə baxıram, əksər bələdiyyələr ictimai nəqliyyatın pulsuz olması barəsində vəd verir. Nədir burada səbəb? Bir məqama diqqət edin. Azərbaycandakı bu dünən verilən məkirli qərarın üzünə tüpürmək üçün. Fransada da bu addım dövlətə baha başa gəlir. Yəni, və yaxud da bələdiyyə baha başa gəlir. Azərbaycanın gətirdiyi o bəhanə ki var, ki bizim pulumuz yoxdur, ona görə bizə kömək edir.
Bunlar da pullarının çoxluğundan həyata keçirmir. Mən Fransa Hesabat Palatasının açıqlamasını oxudum ki, bu xərclə başa gəlir. Amma dövlət buna niyə gedir bilirsiniz? Vətəndaşa məmnuniyyət yaşamaq üçün. Məmnun olsun vətəndaşlar. Ekoloji çirklənmə azalsın. İnsanlar şəxsi maşınların az istifadə eləsinlər ki, ekologiya korlanır, tıxaclar artır və həm də bir sosiallaşma olsun da adamlar arasında o təbəqələşməni, ictimai nəqliyyat biraz da azaldıraq. Məsələn, varlı adam da gəlir, girir xalqın arasına, cəmaatın içində olur, onun danışığını eşidir, geyiminə baxır, əhvalına baxır. Bu da bir sosiallaşma projesidir. Ona görə Fransa dövləti və normal dövlətlərin hamısı həyatın bütün sahələrindən qazanc güdmür. Həyatın elə sahələri var ki, dövlət ora pul xərcləməlidir. Və yaxud da dövlət təsisatları, bələdiyyələrin, ona görə dövlət deyirəm ki, Azərbaycanda heç bir müstəqil qurum, bələdiyyələr falan yoxdur da, hamısına bir ailə hökm eləyir. O baxımdan bizə ki, o gətirilən əsaslar ki var, ki onların heç əsas da demək olar, bəhanə sayılır ki, bizə xərclə başa gəlir, metro xərclə başa gəlir, pul qazanmırıq, cəhənnəmə qazan. Hər şeydən qazanırsan, bir sahədən qazanma da. Bu insanların hərəkətidir. Buna rahatlıq verir. İctimai nəqliyyatdan istifadəyə yenə təkrar eləyirəm. Dünyanın mütərəqqi dövlətləri pul qoyur, pul xərcləyir. Oradan pul götürməyi düşünmür. Bunun da səbəbləri barəsində danışdım. Qiymətlərin əlçatanlığı barəsində isə başqa videoda danışaram ki, Azərbaycanda nəqliyyatın, ictimai nəqliyyatın çoxu neft, qazla işləsə də, sən Fransada bilirsiniz ki, burada neft, qaz yox. Bunlar baha qiymət alırlar. Amma əhalinin gəlirləri ilə müqayisə eləsək, burada nəqliyyat Azərbaycandan ucuz düşür. Yenə dedim, uşaqlara bir çox şəhərlərdə, əksər şəhərlərdə pulsuzdur. Böyüklərin kateqoriyası var. Məsələn, bizim bu şəhərdə əgər işsizsənsə və yaxud da işləmsənsə, indi gəlirin azdırsa, aylıq 2 eurodur. Düşünə bilirsiniz, 2 euro verirsən, tramvaydan, avtobusdan, müəyyən bir məsafədə qatardan 2 euro miqdarında, məbləğində sonsuz qədər istifadə edə bilirsin. Gün ərzində yaxşıdır ictimai nəqliyyatda. İşləyənsənsə, yəni gəlirin 2000, 3000 isə 48 eurodur. Amma 48 euronun yarısın işlədiyin şirkət edir. Yəni 24 euroya başa gəlir. 65-dən yuxarı təqaüdçüsənsə, yadıma salım, 16 euro, yoxsa 30 eurodur. Tələbələr üçün yenə də hardasa 17-18 eurodur. Bu da Fransa üçün çox kiçik məbləğdir. Bircə kəlmə deyim ki, Fransada işləyən adamın bir saatı təxminən 13 euroya başa gəlir. İndi Azərbaycanda öz əmək haqqınızla xərclərinizi tutuşdurun. Bu qədər. Çox uzunçuluq elədim, amma çalışacağım bu mövzu barəsində yenə danışım.